Çok dadlı ve muhteşem brokolili pizza hazırladım. Çok muhteşem oldu. Mütləq siz də hazırlayın. Keçəyin hazırlanma qaydasına. Bize lazımdır 1 stəkan yarım ılıq su, 1 çay qaşığı quru maya, 1 çay qaşığı şəkər tozu, 1 çay qaşığı duz. Və 3-4 yemək qaşığı da duru yağ əlavə edib, üzərinə də 600 qram un əlavə edib xəmirimizi yoğururuq. Xəmirimiz yumşaq ələ yapışmayan xəmir olmalıdır. Kənarda 30 dəqiqə mayalandırırıq. Xəmirimiz 30 dəqiqə mayalandı və kündələr hazırlayırıq. Və xəmirimizi listin içərisində biraz duru yağ əlavə edib içərisində yayırıq. Yaydıqdan sonra üzərinə mayonez çəkir və üzərinə pendir əlavə edirik. Pendiri də əlavə etdikdən sonra üzərinə zövqə görə nə istəyirsinizsə əlavə edə bilərsiniz. Mən pomidor, sosiska, biber, brokoli, ketçup və duzdan istifadə elədim. Və sonda üzərinə pendir əlavə edib sobada 200 dərəcədə təxmini 10-15 dəqiqə pişiririk. Çox dadlı və möhtəşəm oldu. Mütləq siz də hazırlayın. Hazırlayan hər kəsə nuş olsun. Hələlik.